Gel bura. Mənim qardaşım. Mənim qardaşım. Bir yaşlı evliyim. Bugün ekskluziv olaraq bu veriliş sizə həsr olunur. O da Yaxşı da. 8 Mart'a, bəli. Məncə mənim qismimdə bütün qadınlar. Qadınlar. Biz bugün xanımları sevgi ilə danışacağıq. Bəli. Şikayət eləməyəcəyik. Bəli. Bax, bilmək olmaz, sən bilmək olmaz. Daha kişilər pisdir. Kişilər ya. Yox, niyə pis deyirəm ki, yox. Bizim kişilərsiz günümüz olmasın. Elə şey var, elə olmasın. Nə qadınlar? Pardon. Aş zaxada edirsən, oturursan orada yerdə. Verilişdən sonra düşürük bura, əllə aş yeməyə. Elə buradan da elə. Mənim Nərmin xanım gəl bura. Ayaqlarım qəşəng şişib, çünki bu hündür stola məni otuzdurdular. Belə insafsızlıq olar. Deməli, bu oğlan var, baba. Çox şad oldum. Çox sağ ol. Həqiqətidir. Həqiqət budur. Mən çox Həqiqət istəyirəm. Mən daha çox istəyir. Vallahi əla oldu. Bu gedişatla möhkəm olun. Kim sizi döysə, zəng edin. Boş Gəl, haydi bakalım. Necə keçdi? Əla, sizlə mən keyif aldım. Əslində bu idi. Məşqdə nədəsə. Çünki sən adamda o hissiyat. Bu tarafı Otağım tör töküntülü. Bağışla otağım tör töküntülü.